Martın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin xüsusi iclası keçirilib. Giriş sözü ilə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Bəyli, Rəyasət Heyətinin xüsusi iclasının Azərbaycan Respublikası prezidentinin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında 18 mart 2025-ci il tarixli sərəncamının icrası ilə bağlı qarşıda duran vəzifələrə həsr olunduğunu bildirib. Akademik İsa Bəyli qeyd edib ki, martın 18-də ölkəmizdə ilaxır çərşənbə qeyd olunub. Dövlət başçısının sözü gedən sərəncamı isə həyatını, ömrünü elmə həsr edən AMEA əməkdaşları üçün 2 qat bayram əhval-ruhiyyəsi yaradıb. Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında sərəncamın alimlərimiz tərəfindən böyük sevinç hissi və minnətdarlıq duyğusu ilə qarşılandığını deyən akademik İsa Bəyli, bu mühüm dövlət sənədinin Azərbaycan elminə, akademiyaya, aliminə verilən ən yüksək qiymətin ifadəsi olduğunu bildirib. Qeyd edilib ki, dövlət başçısının sərəncamı həm 80 ildə şərəfli tarixi yol keçmiş, Azərbaycan dövlətinin inkişafına, Azərbaycançılıq ideologiyasına, milli kadr hazırlığına öz töhfəsini verilmiş, elmi məktəblər yaratmış görkəmli alimlərimizin xidmətlərinə göstərilən yüksək qiymət həm də akademiyanın bugününə və gələcək inkişafına olan ali dəyərin, ehtiramın ifadəsidir. Qeyd edilib ki, sərəncamda Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə keçirilməsinin müəyyən edilməsi yeni tarixi dövrdə elm və təhsilin inteqrasiyasının daha da genişləndirilməsinə də öz töhfəsini verəcəkdir. Sonra Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İradə Hüseynova Azərbaycan Respublikası prezidentinin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında 18 mart 2025-ci il tarixli sərəncamını səsləndirib. Daha sonra dövlət başçısının sərəncamı ətrafında AMEA-nın vitse-prezidentləri akademik Rasim Əliquliyev, akademik İradə Hüseynova, akademik Gövhər Baxşəliyeva, həmçinin akademik katib akademik Arif Həşimov, AMEA-nın müxbir üzvü Qurban Yetirmişdi, professor Kərim Şükürov, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyevin çıxışları dinlənilib. Çıxışlardan sonra AMEA-nın çoxmilli kollektiv adından Prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanlanıb. Leyli Namiq qızı, Fərid Həşimov, Elm TV.